Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız zərf haqqında olacaqdır. Birinci sual. Zərfin feili bağlamaya aid olduğu nümunə hansıdır? Yəni zərfdən sonra feili bağlama gəlsin. Yuxarı qalxdıqca. Elə cavabımız A variantıdır. Yuxarı zərfdir. Qalxdıqca feili bağlamadır. Cəsarətlə zərfdir. Danışan feil sifətinə aiddir. Torpağı isimdir, sevdikcə feil bağlamasına aiddir. Məktəbdən isimdir, gələrkən feil bağlamasına aiddir. Aşağı zərfdir, boylanan feil sifətinə aiddir. İkinci sual. Bayaq Rüstəm kişi Şirzada çəpəki baxmışdı cümləsində zərfin məna növlərini müəyyən edin. Burada zərflərimiz bayaq, çəpəki sözlərdir. Bayaq nə zaman, çəpəki necə zaman və tərz hərəkət zərfləri işlənibdir. Cavabımız olur Y variantı. Üçüncü sual. Axşam o məlumatı diqqətlə oxudu cümləsində zərfin məna növlərini müəyyən edin. Nə zaman oxudu, axşam oxudu, zaman zərfidir. Necə oxudu, diqqətlə oxudu. Tərz hərəkət zərfidir. Zaman və tərz hərəkət. Cavabımız olur Y variantı. Dördüncü sual. Cümlələrin birində zərf işlənməmişdir. Şirin həyəcanla onun üzünə baxdı. Necə həyəcanlı? Həyəcan ismindən həyəcanla zərf əmələ gəlir. Qara buludlar göy üzündə çaxnaşırdı. Baxın, burada zərf yoxdur. Qara sifətdir, bulut isimdir, göy isimdir, göyün üzü, yəni isimdir, çaxnaşırdı, feildir. Uşaq təzəcə dil açmışdı. C variantında demək təzəcə sözü zərf olur. Təzəcə. D variantında çəpəki zərfdir. Y variantında ayaq saxladı. Nə qədər? Bir qədər zərfdir və sonra zərfdir. Demək cavabımız oldu B variantı. 5-ci sual. Biri zərf deyil. Qəfildən qışqırmaq. Necə qışqırmaq? Qəfildən zərfdir. Necə danışmaq? Bərkdən danışmaq zərfdir. Necə hoppanmaq? Birdən yenə zərfdir. Necə gülmək? Ucadan yenə zərfdir. Amma bilmədən sözü zərf yox, feili bağlamadır. Madanmədən feili bağlama şəkilçisidir. 6-cı sual. Biri zərfdir. Oxumadan bu feili bağlamadır. Görər, görməz, ərməz feili bağlamanın şəkilçisidir. Hirslənmədən, mədən yenə feili bağlamanın şəkilçisidir. Baxa, baxa. A, şəkilçili sözləri əgər biz araq-ərək şəkilçisi ilə əvəz eləyiriksə feili bağlamadır, baxaraq deyə bildik. Demək feili bağlamadır. Burada cavabımız olmalıdır B variantı, azdan çoxdan. 7-ci sual. Hansı cümlədə zərf işlənmişdir? Xəstənin halı birdən-birə dəyişdi. Necə dəyişdi? Birdən-birə. Bax, elə burada birdən-birə nədir? Zərfdir. Elə A variantındadır zərf. 8-ci sual. Cümlələrin birində zərf işlənməmişdir. A variantında dərhal zərfdir. Necə dərhal? B variantında təəccüblə zərfdir. C variantında biraz gəldi, irəli gəldi. Bunlar da zərfdir. D variantında yanaşı zərfdir. Y variantında zərf yoxdur. 9-cu sual. Hansı cümlədə zərf yoxdur? A variantında zərf yoxdur. B variantında necə danışırdı? Zorla tərz hərəkət zərfidir. C variantında necə baxırdı? Təəccüblə tərz hərəkət zərfidir. D variantında hərbçi ehtiyatla ətrafa diqqət yetirirdi. Necə ehtiyatla tərz hərəkət zərfidir. Maşın necə sürürdü? Sürətlə yenə tərz hərəkət zərfidir. Cavabımız A variantıdır. 10-cu sual. Nümunədə altından xətt çəkilmiş söz morfoloji baxımdan nədir? Mən onu arabir xatırlayıram. Nə zaman arabir? Bu nədir? Zərfdir. 11. Verilmiş cümlələrdə zərfin mənası hansı növləri işlənməmişdir? Səbuhi tələsik yuxarı mərtəbəyə qalxdı. Necə qalxdı? Tələsik qalxdı. Burada tərz hərəkət zərfi var. Yuxarı yer zərfidir. Yer zərfi də var. Qoca güclə qapını açıb içəri girdi. Necə? Güclə. Yenə tərz hərəkət zərfidir. İçəri yer zərfidir. Demək, burada kəmiyyət və zaman zərflərindən istifadə olunmayıbdır. 12-ci sual. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənməmişdir? Hər axşam aşağıdan gələn musiqi səsi ətrafa yayılırdı. Nə zaman? Hər axşam. Zaman zərfi var. Aşağıdan yer zərfi var. Demək, burada kəmiyyətdən tərz hərəkət zərfi işlənməmişdir. İkinci cümlədə də yazda nə zaman? Zaman zərfidir. Ora yer zərfidir. Cavabımız B variantı olur. 13-cü sual. Hansı cümlədə düz sözü zərf kimi işlənməyib? Düz yol gedən yorulmaz. Necə yol? Düz yol.
A variantında düz sözü yol ismindən bağlıdır. Düz əgər isimlə bağlı olursa, sifət kimi işlənmiş olur. Elə A variantında sifətdir, zərf deyil. Düz sözü əgər hərəkətlə bağlıdırsa zərf olur. Düz danışmadım, hərəkətlə bağlıdır, burada zərfdir. Düz oxu, yenə zərfdir. Düz deyir, zərfdir. Düz yaz, zərfdir. 14. Hansı cümlədə düz sözü zərf kimi işlənməyib? Mətni yalnız Elçin düz oxuyur. Düz burada nədir? Zərfdir. Düz sözə, bax budur, düz sifətdir, özündən sonra isim gəlibdir. Düz danışırsan, düz hərəkətlə bağlıdır, zərfdir. Düz yazmışdı, düz yenə hərəkətlə bağlıdır, zərfdir. Düz oturarlar, düz hərəkətlə bağlıdır, yenə zərfdir. 15-ci sual. Hansı cümlədə zərf yoxdur? Bulaq suyundan bir qədər içdim. Bax, bir qədər nədir? Zərfdir. İndi dincəlmək olar. Nə zaman? İndi. Zərfdir. Sonra yaylağa gedəcəyik. Nə zaman? Sonra. Zərfdir. D variantında zərf yoxdur. Axşam bizə gəlməyi unutma. Nə zaman axşam? Bu da zərfdir. 16. Birində tərz hərəkət zərfi işlənmişdir. Qanun bəzən qaralırdı. Burada bəzən zərfdir, amma tərz hərəkət yox, zaman zərfidir. İndicə şad xəbər aldıq. Nə zaman? İndicə. Zaman zərfidir. Nənə nə qədər sakitləşdi? Biraz. Miqdar zərfidir. Qatar necə gedirdi? Sürətlə. Tərz hərəkət zərfidir. Bugün hava isti deyil, bugün də zaman zərfidir. Cavabımız D variantıdır. 17. Birində tərz hərəkət zərfi işlənmişdir. Yuxarıda kimsə var. Harada? Yuxarıda. Yerdir. Xəbər bura çatdı. Haraya? Buraya. Yerdir. Sonra gələrik. Nə zaman? Sonra. Zamandır. Bayırdan səs eşidildi. Burada da yoxdur. Həmişə cəsarətlə vuruşun. Necə? Cəsarətlə. Cəsarətlə nədir? Tərz hərəkət zərfidir. 18. Biri zərf deyil. Üzbəüz dayandılar, zərfdir. Göz-gözə gəldilər. Birbaşa çıxdı. Taybatay açıldı. Bunlar hamısı zərfdir. Amma gəzə-gəzə, məsələn, uşaq gəzə-gəzə gedirdi, gəzərək gedirdi. Ə şəkilçili sözdür, ərək şəkilçisindən əvəz eləyə bilirik. Demək ki, bu nəymiş? Feili bağlamaymış. 19. Hansı cümlədə zərf yoxdur? Xəlvətcə məşqinə su doldurub, necə doldurub xəlvətcə? Burada zərf var. B variantında necə baxırdı təəccüblə? Burada da zərf var. C variantında güclə zərfdir. Y variantında astadan necə zərfdir? D variantında zərf yoxdur. Cavabımız D variantıdır. 20-ci sual. Yaxşı yazmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar cümləsindəki yaxşı sözü hansı nitq hissəsidir? Yaxşı sözü yazmaq feili ilə bağlıdır, zərfdir. Yaxşı yenə yazan feili ilə bağlıdır, zərfdir. Demək ki, ikisi də zərfdir. Cavabımız C variantıdır. 21-ci sual. Nöqtələrin yerinə yazıla bilən zərf hansı cümlədə işlənib? Düzəltmədir, tərz bildirir, kökü isimdir. A variantında ümumiyyətlə zərf yoxdur, onlar əvəzlikdir, dayanmadan feili bağlamadır, işləyirdilər, feildir. B variantında zərf yoxdur, Əhməd kişi mürəkkəb addır, çox sözü sifətdən əvvəl işlənib deyə çox söz ədaddır, çalışqan sifət, adam isim. Uşaq, isim, şeiri, isim, həvəslə. Baxın, burada həvəslə zərfdir. Həvəs ismindən həvəslə zərf əmələ gəlir. Tərkibində leksik şəkilçisi var, düzəltmədir. Necə söylüyordu, necə sualını veririk, demək ki, tərz bildirir və kökü də həvəs ismidir. Cavabımız C variantıdır. 22. Zərfin feil bağlamaya aid olduğu nümunə hansıdır? İçəri girər-girməz. İçəri zərfdir, girər-girməz də nədir? Feili demək, ərməz zərfin feili bağlamaya. Girər-girməz feili bağlamadır. Yəni, ərməz feili bağlamanın şəkilçisidir. Burada zərf feili bağlamaya aiddir. Tək-tək zərfdir, amma feili sifətə aiddir. Qəsdən zərfdir, məstərə aiddir. Ağlaya-ağlaya feili bağlamadır, danışaraq feili bağlamasına aiddir. Soyuqdan nədən deyirik? Burada soyuq sifətdir, isimləşibdir və məstərə aiddir. Cavabımız A variantıdır. 23. Dan şəkilçisi hansı cümlədə zərf düzəldən şəkilçisi kimi işlənmişdir? Danın zərf düzəldən şəkilçisi olduğunu bilmək üçün bilməliyik ki, dan orada zərfin sualına cavab verilməlidir. Hava qaraldığı üçün bağdan çıxıb evə getdilər. Haradan çıxıb? Haradan sualını verirsə, burada çıxışlı xal şəkilçisidir.
Birdən sonra gələn rəqəm cütdür. Neçədən? Burada da bir saydı, dən çıxışlı xal şəkilçisidir. Qəfildən gələn qonaqlar necə gələn? Burada qəfil sözündən qəfildən zərfi əmələ gəlir və zərfin sualına cavab verir. Cavabımız olmalıdır C variantı. Səndən çox nigaranam, sən əvəzlikdir, dən çıxışlı xal şəkilçisidir. Güldan sözündə də gül ismindən güldan ismi əmələ gəlir. 24-cü sual. Hansı cümlənin xəbəri yer zərfi ilə ifadə olunmuşdur? Ən böyük gözəllik bizim kənddədir. Xəbər demək yer zərfi ilə. Haradadır, kənddədir. A variantında kənddədir sözü cümlənin xəbəridir, amma isimlə ifadə olunubdur. Universitetin bir filialı da haradadır, Sumqayıtdadır. Burada xəbərimiz yenə isimlə ifadə olunubdur. Şagirdlərin bir qismi oradaydı. Haradaydı, oradaydı. Xəbər orada sözdür və yer zərfindən ifadə olunubdur. Cavabımız olmalıdır C variantı. D variantında Azərbaycan bütün Azərbaycanlıların vətənidir. Burada xəbərimiz Azərbaycanlıların vətəni ismi birləşmədən ifadə olunub. Sadıq əslən Təbrizdəndir. Haradandır? Təbrizdəndir. Burada da xəbərimiz xüsusi isimlə ifadə olunubdur. Cavabımız C variantı oldu. 25-ci sual. Hansı düzəltmə zərflər sifətdən yaranmışdır? Yavaşdan, yavaş sifətindən yavaşdan zərf əmələ gəlir. Amma sevincək sözü sevinmək feilindən sevincək zərfi aralıqda aralıq ismindən aralıqda zərf əmələ gəlir. Çəp sifətindən çəpəki, igid sifətindən igidcəsinə, hilə ismindən hiləgər sifəti, hiləgər sifətindən hiləgərcəsinə zərf əmələ gəlir. Cavabımız B variantıdır ki, B variantında hamısı sifətdən əmələ gələn demək zərflərdir. Bir dənə burada hiləgərcəsinə sözündə birdən deyərsiniz, bəs sözün kökü hilədir. Bəli, sözün kökü hilədir. Amma sözün nədən yarandığını bilmək üçün axırıncı leksik şəkilçidən əvvələ baxmalıyıq. 26-cı sual. Zərfin məna və quruluşca növlərini nəzərə almaqla soldan sağa cədvəli tamamlayın. Təkrar quruluşca sadə, xeyl də sadədir. Demək, burada da bax, sadə olmalıdır. Gündə düzəltmədir, dəfələrlə düzəltmədir. Demək, burada da düzəltmə olmalıdır. At üstü mürəkkəb, an-ba-an mürəkkəb, burada da yenə mürəkkəb olmalıdır. Demək, təkrar tərs hərəkət zərfidir. At üstü tərs hərəkət zərfidir. Demək, biz burada düzəltmə tərz hərəkət zərfi tapmalıyıq. Asta olmaz, türkcə olar, cismən olar, irəli olmaz, ara bir olmaz. Türkcə bir də cismən olar. İndi sadə zaman zərfi lazımdır. Sırağa gündə uyğun gəlir, bildir də uyğun gəlir. İndi isə mürəkkəb miqdar zərfi lazımdır. 1-ə 5 nədir? Mürəkkəb miqdar zərfidir. Cavabımız olur B variantı. 27. Hansı cümlələrdə zərfin iki müxtəlif məna növü işlənmişdir? Hamı yenə maraqla onlara baxırdı. Nə zaman baxırdı? Yenə zaman. Necə baxırdı? Maraqla. Maraqla tərzi hərəkət. Zaman və tərzi hərəkət. Demək, birinci cümlədə zaman və tərz hərəkət, yəni zərfin iki məna növü işlənibdir. Ona görə biri götürürük. Dodaqları kobud şəkildə irəliyə doğru uzanmışdı. İrəli bu yerdir, başqa da zərf yoxdur. 2-yi demək 2-yi götürmürük. O yaxşı şahmat oynayır, həmişə də qalib gəlirdi. Yaxşı oynayır tərs hərəkət zərfidir. Həmişə qalib gəlir. Nə zaman? Həmişə, bu da zaman zərfidir. Demək, 1-də və 3-də zərfin iki müxtəlif məna növünə aid nümunə işlənmiş oldu. 28. Verilmiş cümlədə işlənmiş zərflərlə bağlı doğru fikirləri müəyyən edin. Uşaq bizi diqqətlə dinləyir, hərdən kədərli gözlərini qıyaraq yuxarıya baxırdı. Zərfin üç müxtəlif məna növünə aid nümunə işlənmişdir. Diqqətlə tərz hərəkət, hərdən zaman, yuxarıya yer. Bəli, həqiqətən də üç müxtəlif məna növünə aid nümunə işlənibdir. Biri götürürük. Zaman və yer zərfinin quruluşca növü eynidir. Hərdən nə zaman, hərdən düzəltmədir. Hər əvəzindən hərdən zərfi. Amma yuxarıya
yuxarı sözün köküdür, y bitişdirici a yönlü çal şəkilçisidir. Bu sadədir. Quruluşca növü eynidir. Demək 2 yanlışdır. 2 çıxaq. 3. Hərəkətin tərzini bildirən zərf quruluşca düzəltmədir. Yəni tərz hərəkət zərfi. Bəli, diqqət ismindən diqqətlə tərz hərəkət zərfi əmələ gəlibdir. 3-ü də götürməliyik. Bütün zərflər təsriflənməyən feillərə aiddir. Məsələn, diqqətlə dinləyir. Dinləyir təsriflənən feildir. Təsriflənməyən feillər, yəni məsdər, feil, sifət, feil bağlamadır. Və yaxud da ki, yuxarıya baxırdı. Baxırdı yenə təsriflənən feilə aiddir. Bircə dənə hərdən sözdür ki, qıyaraq təsriflənməyən feilinə aiddir. 4-ü götürmürük. Yer zərfi hal şəkilçisi qəbul etmişdir. Yuxarıya, bəli, yuxarı yer zərfidir. Yönlü hal şəkilçisi qəbul edibdir. Cavabımız olur D variantı 1, 3, 5. 29-cu sual. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirləri. Qızbəz xalanın üzünə indi mən daha diqqətlə baxa bilirdim. İndi diqqətlə. Bugün tamamilə, yəni zərflərin altından xətt çəkdim. İndi birinci cümlə ilə bağlı doğru fikir. Hərəkətin tərzini bildirən zərf quruluşca düzəltmədir. Bəli, diqqətlə sözünü nəzərdə tutur. Diqqət ismindən diqqətlə zərf əmələ gəlir, tərz bildirir və quruluşca düzəltmədir. Bir doğrudur. Zaman zərfi sadədir. Bəli, indi nə zaman indi? Və təsriflənməyən feili izah edir. Qızbaz indi baxa bilirdim. İndi sözü baxa bilirdim feilindən əlaqəlidir. Baxa bilirdim də təsriflənməyən yox, təsriflənən feildir. Ona görə 2 səhvdir. 2-yi çıxaq. 1-i götürürük. İkinci cümlə ilə bağlı indi yanlış fikir. Bu gün gələndə gördüm ki, il tamamilə köçüb. Burada mürəkkəb zərf hərəkətin baş verdiyi zamanı bildirir. Nə zaman gələndə, bu gün gələndə. Bəli, bu gün mürəkkəbdir və zaman zərfidir. 3 doğru fikirdir. 3-ü götürmürük. Quruluşuna görə sadə olan kəmiyyət zərfi işlənmişdir. Sadə yox, tamamilə düzəltmə kəmiyyət zərfidir. Ona görə 4-ü də götürürük. Cavabımız olur 1 və 4. 30. Hansı cümlələrdə zərf var, ancaq feili izah etmir? Yəni ki, biz əsas nitq hissəsi olan zərfə belə bir fikir deyirik ki, zərf düzdür, əsasən feilə aid olur, amma bəzən feilə aid olmaya da bilər. İndi bizə deyir ki, zərf var, ancaq feili izah etmir. Tədbirə xeyli qonaq dəvət olunmuşdu. Demək, tədbirə xeyli qonaq dəvət olunmuşdu. Burada ümumiyyətlə zərf yoxdur. Xeyli sözü qonaq ismindən bağlıdır, bu saydır. Bizə lazımdır ki, zərf olsun. Ona görə 1-i çıxaq. Ailəmiz dünən Laçında idi. Nə zaman? Dünən. Dünən zərfdir, zərfdir. Laçında isminə aiddir. Yəni ki, ismi izah edir. Feili izah eləmir. Ona görə 2-yi götürürük. O sizdən əvvəl çempiondur. Burada zərf yoxdur. Sizdən əvvəl. Əvvəl sözü hal şəkilçili sözə artırılıb, bu qoşmadır. Ona görə 3-ü götürmürük. Dünənki oyun da maraqlı idi. Burada ümumiyyətlə zərf yoxdur. Demək, 5-də məşq zalı hələ irəlidədir. Hələ zərfdir burada. İrəli zərfinə aiddir. 5-i götürürük. İçəri yenə olduqca istidir. İçəri zərfdir. İstidir sifətinə. Yenə zərfdir. İstidir sifətinə aiddir. Cavabımız olur Y variantı. 31-ci sual. Hansı sözlər nöqtələrin yerində işlənə bildikdə biri zərf olmaqla müxtəlif nitq hissələri olar. Biri zərf olmaqla müxtəlif nitq hissələri olar. Demək, burada biri zərf olsun, bir də başqa bir nitq hissəsi olsun. Məsələn, yaxşı sözünü yazaq. Yaxşı əsər, yaxşı oxundu. Baxın, burada yaxşı əsər. Əsər isimdir. Yaxşı sözü ismin əvvəlində işlənibsə,
sifət kimi işlənmiş olur. Növbəti yaxşı sözü feilin əvvəlində işlənibsə, zərf kimi işlənmiş olur. Ona görə biri götürürük. Daha sonra elə əsər elə oxundu. Elə sözü sifəti zərfi əvəz eləyə bilər. Amma nitq hissəsi baxımından, əsas nitq hissəsi baxımından əvəzlikdir. Ona görə 2-yi götürmürük. Çox əsər çox oxundu. Çox sözünü yenə ismin əvvəlində yazsaq say, feilin əvvəlində yazsaq zərf olar. Ona görə 3-ü də götürürük. Xeyli əsər, yenə xeyli sözü ismin əvvəlində say, feilin əvvəlində zərf olur. Ona görə 4-ü də götürürük. Bədii əsər, bədii oxundu, belə deməyimiz düzgün alınır artıq. Cavabımız C variantıdır. 32. Zərfin bütün məna növlərinə aid nümunələrin olduğu cümlələri müəyyən edin. Bütün məna növlərinə aid deyir. Demək, dünən orada kitablardan həvəslə xeyli istifadə etdim. Dünən zaman zərfidir, orada yer zərfidir, həvəslə tərzi hərəkət zərfidir, xeyli miqdar zərfidir. Demək, birinci cümlədə zərfin mənaca bütün növlərinə aid nümunə var. Orada yerdir, dünən zamandır, xeyli kitab, burada xeyli saydı, həvəslə tərz hərəkətdir. Burada 3 dənədir. Burada yerdir, hava qaralanda temperatur qəflətən tərz hərəkətdir, xeyli miqdardır. Hamısı yoxdur. İndi zaman, irəlidə yer, istədiyimiz qədər rahat dincəlirik. Rahat tərz hərəkət. Burada da hamısı yoxdur. Səhər zamandır, irəlidə yerdir, rahat tərz hərəkətdir, bir qədər də miqdardır. Demək, cavabımız olmalıdır 1-dən 5. 1-də, 5-də zərfin bütün məna növlərinə aid nümunələr var. 33. Götür-qoy etdikdən sonra dostlarımla mən dediklərinizə inandıq cümləsinin tərkibində hansı söz çıxarılsa cümlədə zərf də olar. Baxın, burada götür-qoy etdikdən sonra, götür-qoy etdikdən çıxışlı hal şəkilçili sözdür, sonra qoşmadı. Əgər biz götür-qoy etdikdən bunu çıxarsaq, demək ki, burada zərf olar. Sonra söz müstəqil işlənər və cümlədə zərf kimi işlənmiş olar. Ona görə də cavabımız olmalıdır B variantı 1. 34. Cümlə əsasında düzgün fikirləri müəyyən edin. Axşam qapı birdən taybatay açıldı, bayırdakılar 2-2 cəld içəri daxil oldular. Zərfin bütün məna növlərinə aid nümunədən istifadə olunub. Axşam zamandır, necə açıldı birdən tərz hərəkətdir, taybatay tərz hərəkətdir, 2-2 miqdardır, cəld tərz hərəkətdir, içəri yerdir. Bəli, zərfin mənaca bütün növlərinə aid nümunə var. Bir doğru fikirdir. Daha sonra, düzəltmə sözlərdən birinin kökü zərfdir. Birdən, düzəltmə sözlərdən kökü deyir. Demək, burada bayırdakılar sözü yox. Bunu götürə bilmərik. Düzəltmə bayırdakı isimdir, zərf deyil. 2-yi götürmürük. 3. Zərflərdən biri feil xəbərə aid deyil. Zərflərdən biri feil xəbərə aid deyil. Axşam açıldı, birdən açıldı, taybatay açıldı. Bunların hamısı feil xəbərə aiddir. 2-2 daxil oldular, cəld daxil oldular, içəri daxil oldular. Demək, feil xəbərə aid deyil deyir, amma əslində feil xəbərə aiddir. Zərfin bir məna növünə aid quruluşca 3 müxtəlif cür zərf var. Axşam zamandır, axşam zaman, birdən tərz hərəkət, düzəltmədir, taybatay necə tərz hərəkət mürəkkəbdir, cəld də tərz hərəkət sadədir. 4-dür cavabımızın biri də. Baxın, deyir, zərfin bir məna növünə aid quruluşca 3 müxtəlif cür zərf var. Axşam sadə zərfdir. Axşam bir dənə kökdür. Birdən, bir sayından birdən zərf əmələ gəlir, düzəltmədir.
tay da nədir? Mürəkkəbdir. Yerinə görə isimlə amonim ola bilən zərfdən istifadə edilməyib. İstifadə edilibdir. Məsələn, axşam zərfdir, isim kimi də işlənə bilər. Cavabımız olur D variantı 1, 4. 35. Nöqtələrin yerinə yazıla bilən zərf hansı cümlədə işlənib? Feilə aiddir, tərs bildirir, kökü sifətdir. Əhməd kişi çox çalışqan adamdır. Burada ümumiyyətlə zərf yoxdur. Rüstəm kişi bizə mehribancasına nəzər saldı. Burada mehribancasına sözü zərfdir. Mehriban sifətindən mehribancasına zərf əmələ gəlir. Kökü sifətdir. Necə sualını veririk, tərs bildirir və nəzər saldı feilinə aiddir. Demək cavabımız olur B variantı. 36. Verilmiş cümlələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Doğru fikirlər. Sonra o dinməzcə otağı tərk etdi. Bunlara uyğun. Sonra o dinməzcə otağı tərk etdi. Zərflər cümlənin baş üzvünü izah etmişdi. Sonra zərfdir. Sonra sözü tərk etdi xəbərinə aiddir. Yəni sonra zərfdir və baş üzvü izah eləyir. Sonra dinməzcə zərfdir və yenə xəbərə aiddir. Bizə nə deyir? Cümlənin baş üzvünü izah etmişdir. Bəli, bir düzgün fikirdir. Zərfin ikisi də xəbəri izah eləyibdir. Zərfin iki müxtəlif məna növü işlənmişdir. Sonra zamandır, dinməzcə tərz hərəkətdir. İki də düzdür. Biri də götürməliyik, ikiyi də götürməliyik. 1-2. Sonra, indi ikinci növbəti cümlədə mən indi həmin pöhrələrə sevə-sevə qulluq edir, onları yaxşı qoruyuram. Burada zaman zərfi təsriflənməyən, tərz hərəkət zərfi təsriflənən feilə aiddir. İndi demək qulluq edirəm. Baxın, indi zaman zərfidir, qulluq edir. Yəni qulluq edirəm zərfinə aiddir. Bizə deyir ki, zaman zərfi təsriflənməyənə aiddir. Zaman zərfi təsriflənməyən yox, təsriflənən feilə aiddir. Ona görə 3-ü götürmürük, 3-ü çıxdıq. 4-də nə deyir? Zərflər quruluşca sadədir. İndi sadədir. Bir də yaxşıdır burada zərf. İndi və yaxşı. Bəli, həqiqətən də ikisi də sadədir. 4-ü də götürürük. 1, 2, 4. Burada sevə-sevə feili bağlamadır. 5-də nə deyir? Mürəkkəb və sadə zərf işlənmişdir. Axşamüstü mürəkkəbdir, geri sadədir. 5-də doğrudur. Demək cavabımız olmalıdır A variantı. 37. Verilmiş cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin. O cəld dizləri üstə qalxıb əlini gözünün üstünə tutaraq diqqətlə irəliyə baxmağa başladı. Demək burada zərflərimiz cəld qalxıb diqqətlə irəliyə. Bunlardır. Zərfin 3 müxtəlif məna növü işlənmişdir. Cəld tərz hərəkətdir, diqqətlə tərz hərəkətli, irəli yerdir. Bizdən yanlış fikirləri istəyir. Yanlış fikirləri. 3 müxtəlif yox, 2 müxtəlif məna növü işlənmişdir. Ona görə biri götürürük. Quruluşca düzəltmə olan zərf cümlənin xəbərini izah edir. Quruluşca diqqətlə başladı deyə bilmərik. Diqqətlə irəli baxmağa. Quruluşca düzəltmə olan zərf cümlənin xəbərini izah edir. Diqqətlə sözü, demək irəliyə baxmağa başladı. İrəliyə sözü baxmaq məsdərinə aiddir. Diqqətlə başladı. Demək quruluşca düzəltmə olan zərf diqqətlə sözdür və xəbəri izah edir. 2 doğru fikirdir. 2-yi götürmürük. Zərflərin hər biri müstəqil cümlə üzvüdür. Demək, baxın ən azından başladı. Nəyə başladı? İrəliyə baxmağa. İrəliyə sözü müstəqil cümlə üzvü deyil. Çünki özündən sonra məsdər gəlir və məsdərə aiddir. 3-ü götürməliyik. Zərflərin hamısı şəxsə və kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Yenə səhvdir, çünki irəliyə söz dedik ki, baxmaq
sözünə aiddir. Baxmaq da təsriflənməyən feildir, məstərdir. 1, 3, 4. Quruluşca sadə olan zərflər müxtəlif məna növündədir. Cəld tərs hərəkət zərfidir, irəli də yer zərfidir, o düzgündür. 1, 3, 4 cavabımız olur Y variantı. 38-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Zərfin iki müxtəlif məna növünə aid nümunə işlənmişdir. İki müxtəlif məna növünə aid nümunə. O yenə ocağa odun qoyub onu daha bərk alovlandırdı. Yenə zaman zərfidir. Necə alovlandırdı? Bərk alovlandırdı. Tərs hərəkət zərfidir. Biri götürürük. Birinci cümlədə iki müxtəlif məna növünə aid nümunə işlənibdir. Sonra xeyli oturub dincəldikdən sonra axşam yola davam etdilər. Nə qədər oturub dincəldikdən sonra? Xeyli. Burada sonra zərf deyil, hal şəkilsiz sözə qoşulub qoşmadı. Nə zaman davam etdilər? Axşam. Burada da zərfin iki müxtəlif növünə aid nümunə işlənibdir. Xeyli miqdar da axşam da zaman zərfidir. Biri də götürürük, demək 2-yi də götürürük. Ovçu Piri əvvəl şəhərliyə, sonra da əldən çıxmış sürüyə baxdı. Əvvəl, sonra ikisi də zərfdir, amma eyni məna növünə aiddir. Ona görə 3-ü götürmürük, 1-i 2-yi götürdük. Daha sonra zərfin quruluşca iki müxtəlif növünə aid nümunə işlənmişdir. Quruluşca iki müxtəlif növünə aid. Demək, Cəfər yürüb bərk yatmış, necə yatmış? Bərk yatmış. Bərk sadədir, qəfildən də düzəltmədir. Demək, 4-ü götürürük. O, hərdən, hər əvəzliyindən hərdən zərf əmələ gəlir, bunu götürürük. Düzəltmədir, sonra sadədir. 5-i də götürürük. Kişi qəfildən ayaq saxladı, necə? Qəfildən düzəltmədir, diqqətlə yenə düzəltmədir. Eynidir, fərqli deyil. 1, 2, 4, 5 cavabımız olmalıdır. C variantı. 39-cu sual. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirləri. Kəmiyyət və zaman zərfi işlənməmişdir. Zərflərə baxaq. İçəridən, maraqla, bir də xısın. Zərflərimiz bulardır. Deyir, kəmiyyət və zaman. İçəri yerdir, maraqla, tərz hərəkətdir, xısın tərs hərəkət. Həqiqətən də kəmiyyət və zaman zərfi işlənməmişdir. Bir doğrudur, biri götürək. Zərfin quruluşca hər üç növünə aid nümunə var. İçəridən sadədir, maraqla, düzəltmədir, xısın mürəkkəbdir. Hər üç növünə aid nümunə var. 2-yi götürək. Tərz hərəkət zərflərindən biri keçmiş zamanda olan feili izah edir. Tərz hərəkət zərflərindən biri maraqla baxır. Maraqla tərz hərəkət zərfidir, indiki zamanda olan feilə aiddir. Xısın gülür. Bu da yenə indiki zamanda olan feilə aiddir. 3-ü götürmürük, 1-i 2-yi götürdük. Yanlışdır. Düzəltmə və mürəkkəb zərflər müxtəlif məna növündədir. Burada maraqla düzəltmədir, tərz hərəkət zərfidir. Xısın mürəkkəbdir, bu da tərz hərəkət zərfidir. Bizə deyir ki, müxtəlif məna növündədir. Yanlış fikirdir. Ona görə yanlışdan yanlış götürürük. Demək, cavabımız 1, 2 və 4. Hərəkətin yerini bildirən zərf təsriflənməyən feilə aiddir. Hərəkətin yerini bildirən zərf içəridəndir və çıxaraq feili bağlamasına aiddir. Yəni, feili bağlama da təsriflənməyən feildir. 5 düzgündür. 1, 2 və 4 cavabımız olur A variantı. 40-cı sual. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Bir də nə deyir? Quruluşuna görə mürəkkəb olan zaman zərfi işlənmişdir. Quruluşuna görə mürəkkəb olan qocanın üzü birdən-birə sevinclə parladı. Burada quruluşuna görə birdən-birə zərfi var. Amma birdən-birə zaman zərfi yox, tərz hərəkət zərfidir.
Biri götürmürük. İkidə, düzəltmə zərf hərəkətin tərzini bildirir. Burada düzəltmə zərfimiz sevinclə sözüdür. Sevinmək feilindən sevinç ismi, sevinc ismindən sevinclə zərf əmələ gəlir və parladı feilinə aiddir. Yəni ki, hərəkətin tərzini bildirir. Düzdür bu. 2-yi götürməliyik. 3. Zərflərin quruluşca növləri fərqlidir. Məsələn, birdən-birə mürəkkəbdir, sevinclə düzəltmədir. B variantında tamamilə düzəltmədir, hələ sadədir. Bəli, 3 ortaqdır, 3-ü götürürük. Müxtəlif məna növlərinə aid olan zərflər işlənmişdir. Müxtəlif məna növlərinə aid. Demək, birdən-birə tərz hərəkət, sevinclə tərz hərəkət. Baxın, burada artıq müxtəlifdir, eyni məna növüdür. Ona görə 4-ü götürmürük. 3-ü götürmüşdük. 5-ə baxaq. Kəmiyyət zərfi şərt şəklində olan feili izah edir. Bəli, tamamilə kəmiyyət zərfidir. Qaralsa şərt şəklində olan feilə aiddir. 2, 3, 5 cavabımız olmalıdır. D variantı. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uşaq necə yuxulayır? Şirin-şirin. Tərz hərəkət zərfidir. Nə zaman gülümsüyürdü? Arabir. Bu da zaman zərfidir. İndi biz buradan doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Zərflərin həm quruluşca, həm də mənaca növləri fərqlidir. Şirin-şirin tərz hərəkətdir. Deyir, həm quruluşca, həm də mənaca. Quruluşca fərqli deyil. Çünki şirin-şirin arabir, ikisi də quruluşca mürəkkəbdir. Ona görə biri götürmürük. Həm hərəkətin tərzini, həm də zamanını bildirən zərf işlənmişdir. Bəli, şirin-şirin tərz hərəkətdir, arabir zamandır. 2-yi götürürük. Yanlışdan yanlış seçməliyik. Zərflərin hər ikisi indiki zamanda olan feili izah eləyir. Şirin-şirin yuxulayır. Bəli, indiki zamandır. Gülümsüyür, indiki zamandır. 3 doğrudur, 3-ü götürmürük. Tərz hərəkət zərfi quruluşca mürəkkəb, zaman zərfi isə sadədir. Burada ikisi də nədir? Mürəkkəbdir. 4-ü də götürürük. Yəni yanlışdan yanlış götürürük. 2, 4 cavabımız olur A variantı. 42-ci sual. Verilmiş cümlələrlə bağlı müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. Dedilər ki, çox işləmsən, get biraz dincəl. Zərflər doğru fikirlər istəyir bizdən. Zərflər xəbər şəklində olan feilləri izah edir. Dedilər ki, çox işləmsən. Çox sözü zərfdə işləmsən xəbər şəklində. Biraz dincəl. Baxın, burada biraz zərfdir, amma xəbər şəklində olan feili izah etmir. Əmr şəklində olan feili izah edir. Xəbər şəklində olan feil deyərkən, yəni zaman şəkilçili feil olmalıdır. Ona görə biri götürmürük. Zərflər hərəkətin kəmiyyətini bildirir. Nə qədər işləmsən, çox işləmsən, nə qədər dincəl, biraz dincəl. Bu doğrudur. 2-yi götürürük. Yanındakı oğlanı dərhal tanıdım, biz dosyana salamlaşdıq. Zaman və tərz hərəkət zərf işlənmişdir. Necə tanıdım dərhal? Tərz hərəkət, zaman və tərz hərəkət. Və biz dosyana salamlaşdıq. Burada dərhal sözünü zaman baxımından işlətsək və dosyana da tərz hərəkət zərf olar. Demək, 3-ü götürürük. 2, 3. Zərflərin quruluşca növləri eynidir. Dərhal sadədir, dosyana düzəltmədir. 4-ü götürmürük. Quruluşca sadə olan zərf var. Burada dərhal var, burada da çox var. Bu da ortaq fikirdir. Bəli, 2, 3, 5, 43. Hansı sözlər zərfdir? Ora-bura zərfdir, sinifdən sinifə bu zərf deyil. Yana-yana, yanaraq feili bağlamadır. Ara-sıra zərfdir. İçin zərfdir. Gedər gəlməz zərf deyil. 1, 4, 5. 44. Nömrələnmiş hansı sözlər zərfdir? Yağışdan əvvəl hal şəkilçili sözə qoşulub, bu qoşmadır. Dəniz isimdir. Hava sakit görünürdü. Sakit hərəkətlə bağlıdır. Bu zərfdir.
Sabir şəhərə gələndə feili bağlamadır. Xeyli danışardı. Xeyli hərəkətlə bağlıdır. Zərfdir. Kənddən, kənd isimdir. Diqqətlə, necə diqqətlə? Bu da zərfdir. 3, 5 və 7. Bugünkü izahımız bu qədər. Sağ olun. Növbəti izahlarda görüşəndə.